Həyatımda görüşdüyüm bir xanım var. 3 dənə münasibəti olub, toksik münasibətlər olub və biz bunların üzündən hər zaman dava eləmişik. Bəzən hətta biri zəng eləmişdi gecə saatlarında. Bu yaxşıdır yoxsa pisdir? Bir psixoloq olaraq deyə bilmərəm ki, bu yaxşıdır yoxsa pisdir. Mən şəxsi fikrimi deyə bilmərəm bu mənada. Sən özün qərar verməlisən, sənin həyatı təcrübən, qadın psixikasını yaxşı bilib bilməmən və sairə və sairə aspektlər. Amma mən bir eksperiment göstərə bilərəm və bu eksperimentdən sonra sən qərar verməlisən ki, sənə necə bir xanım lazımdır, sənə uyğundurmu və s. Tutaq ki, hipotetik olaraq bu qadın bədənidir, qadın enerjisi olan bir qabdır. Qadın ilk münasibətini başlayır, deyək ki, Fuad bəy ilə başlayır da. Fuad bəy həyatına girir, burada onun enerjisini götürür. Enerjisini götürdükdən sonra psixikasını xarab eləyir, əsəblərində oynayır, toksiklik qatır, mənfi emosiyalar saxlayır, travmalar və s. Və çıxır gedir həyatından olmamış kimi. Gəlir Rəşad bəy. Rəşad bəy gəlir eyni şeyləri, bəlkə daha pis şeyləri eləyir, onun başını oynaçır. Rəşad bəy də çıxır gedir həyatımızdan. Emin bəy gəlir studiyamıza. Və Emin bəy də gəlir eyni şeyləri eləyir, bəlkə daha pis və daha pis. Və xanım artıq kişilərə heç bir ümidi qalmayıb, heç bir marağı yoxdur. Bütün kişilər alçaqdır, kişilərə güvənmək olmaz və s. düşüncələrlə yaşayır. Ramin bəy studiyamıza gəlir və gəlir bu xanımın enerjisindən əmir və enerji azalır. Füzuli bəy və s. və s. Və sən gəlirsən onun həyatına və burada enerji qalmayıb, biraz dibində bir şey qalıb, biraz sevgiyə inam qalıb. Bilmir sənə versin, yoxsa sən onu doldurasan o enerji ilə, sevgiyə inandırasan və s. O artıq sənə heç bir şey verə bilməyəcək. Çünki birinci sevgilisinə demək olar ki, həyatının bütün enerjisini verib, bütün inanclarını verib, bağlanıb, inanıb və s. Və mühtəmələn, demirəm hər zaman belə olur, adətən belə olur. Siz hər zaman konflikt yaşayacaqsınız. Çünki digər kişilərdən biz bilmirik, məsəl üçün mən 7 dedim burada. Ümumiyyətlə, qadınlar 3 sevgilim olub deyibsə, onu 3-ə vurmaq lazımdır. Bəylər isə 10 sevgilim olubsa, 3-ə bölmək lazımdır. Və konfliktlər başlayır. Çünki həmən qadın həyatında 5, 10, 20 bəy olmuş xanım başlayır səni müqayisə etməyə. Deyək ki, həyatında Davud adında bir psixoloq olub. O gözəl yemək bişirirdi, o gözəl danışırdı, əyləndirirdi və s. Çox ağıllı idi, gözəl bədən quruluşu var idi. Sən onu başa düşürdü və sən dünyadan xəbərin olmayan gəlib onun həyatına girəndə o artıq səni həyatından atmağa başlayır. Çünki sən Davud bəyə oxşamırsan. Və yaxud həyatında başqa bir idmançı olub, gözəl bir ailədən idi, zəngin idi və s. Sən isə saf sevginlə gəlirsən və yenə də ona maraqlı deyilsən. Başa düşürsən? Ona görə əsrlərlə kişilər sadəcə həyatında heç bir kişi olmamış xanımlarla evlənmək istəyiblər. Və mən demirəm ki, həyatında bir çox kişi olmuş xanımlar münasibətə uyğun deyillər. Sizə buraxıram ki, araşdırasınız, maraqlanasınız və ortaq bir məxrəcə gələsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.